Bayaq qarşıma bir görüntü çıxdı. Həmin görüntünü burada paylaşıram. İnanın ürəyim parça-parça oldu. Kimsə gedib Xəzər Lənkəran stadionunu çəkib və oradakı o faciəvi durumu paylaşıb. Bir zamanlar futbol məbədi olan Xəzər Lənkəran stadionu görün nə vəziyyətdədir. Bir zamanlar tribunalar ağzına can dolan stadion, fanatların yaşama səbəbi olan məkan indi görün nə günə qalıb. Dünyanın hər yerində, indi İspaniyadayam mən. Stadion tikirlər, meydança açırlar. Belə idman yerlərinin sayını çoxaldırlar ki, ölkədə futbol inkişaf eləsin. Bizdə isə hal-hazırda Azərbaycanın futbol məbədi olan Xəzər Lənkəran stadionu hamının gözü qarşısında göz görə-görə məhv oldu.